İpotekaya yararlı 3 otağa düzəldilmiş mənzili sizə təqdim edirik. Mənzil 83 kvadrat metr sahədən ibarətdir. Qurtuluş 93 yaşayış kompleksində yerləşir. Qonaq otağı. Qonaq otağından, baxın TV'sinin zad yığılıb da görürsünüz, pərdələrinə qədər asılıb. Qonaq otağından balkona da çıxış var. Burada görürsünüz balkondur. Və periodik olduğuna görə, yəni 3 otağa düzəldiyinə görə qonaq otağından keçid verilib mətbəxə. Mətbəxi genişdir. Qəşəng geniş mətbəxi var, baxın. Əla mətbəxi var. İstipolla təchiz olunub, 83 kvadrat metr sahədən ibarət olan bu mənzil Qurtuluşda 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Burada koridor hissədə giriş qapısı dəyişilib, koridor hissədə istipolla təchiz olunub, geniş koridor hissəsi var. Uşaq yataq otağı. Burada böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Geniş taxt, şkaf, şifaner, komod nə lazımdırsa yerləşəcəyimizə rahat olun. Sanitar qovşaq. Mənzil kupçalıdır, dövlət ipotekasına yararlıdır. Bir daha vurğulayım. Burada da ki, şkaf, ariston zat yığmaq üçün yerdir. Əlavə nə sual olsa, hörmətli izləyicilər, zəng vurub əlaqə saxlayıb məlumat ala bilərsiniz. Kanalımızı izləyib bəyəndiyiniz üçün sağ olun.